Salam, hər vaxtınız xeyir olsun. Saat 2-yə 20 dəqiqə qalıb və mən sizin üçün izah çəkirəm. Bəli, bəli. Başlayaq dərsin izahına. Deməli, dünya ölkələrini biz sizinlə keçdik, hansı ki, 1-ci Dünya müharibəsindən sonra və bu gün də Rusiyanı keçirik və yaxud da SSR-i. Deməli, 1-ci Dünya müharibəsində düzdür, Rusiya qalib dövlətlərin tərkibində idi, qalib dövlətlərin daxilində idi, Antanta dövlətlərinin tərkibində idi. İngiltərə, Fransa və Rusiya. Sadəcə 1-ci Dünya müharibəsində bu qalib dövlətlərin tərkibində ola bilər, amma iqtisadiyyatda çox ağır vəziyyətdə idi. Çünki müharibə dövründə ölkənin bütün iqtisadiyyatı dərin şəkildə böhran keçirirdi. Həm hərbi xərclər var idi, həm təsərrüfat dağılmışdı. Yəni bütün bunların nəticəsində ölkədə böhranlar baş verirdi və həmin böhrandan təbii ki, narazılıqlar doğurdu. Rusiyanın İngilis-Fransız kapitalından asılılığı müharibə illərində daha da artmış olur və müharibə Rusiyada inqilabın yaranması üçün bir şərait yaradır. İnqilabın yaranmasına böyük təsir göstərir. Və 1917-ci ilin fevral inqilabı baş verir. Həmin fevral inqilabı nəticəsində biz qeyd edirik ki, Rusiyada monarxiya devrilir və 1613-dən bəri hakimiyyətdə Romanovlar sülaləsi idi. Həmin Romanovlar sülaləsinin hakimiyyəti devrilir və iki hakimiyyətlilik yaranır ki, siz bunu onsuz da Azərbaycan tarixindən keçmişdiniz ki, iki hakimiyyətliliyə əsasən müvəqqəti hökumət yaranmışdı. Bir də fəhlə və əsgər deputatları soveti yaradılmışdı. 1917-ci ilin mart ayında, hər ikisi onsuz da mart ayında yaradılmışdı. Müvəqqəti hökumət və iki hakimiyyətliliyə əsasən müvəqqəti hökumət yaradılır ki, müvəqqəti hökumətin tərkibində əsasən burjuaziyandan mülkədarlar mövcud idi. Fəhlə və əsgər deputatları sovetinin dayağı isə həm fəhlələrdən, həm də kəndlilərdən təşkil olunmuşdu. Belə ki, hər iki tərəflər arasında çəkişmələrin baş verməsinə görə 1917-ci ilin avqust ayında müvəqqəti hökumətə qarşı Rus qoşunlarının baş komandanı general Kornilovun qiyamı baş verirdi. Bunu da sizinlə keçmişdik. General Kornilovun qiyamı baş vermişdi. 1-ci Dünya müharibəsi illərində Tatar süvari alayı da burada iştirak eləmişdi. Buna görə də 1918-ci ildə yəni o öz fəaliyyətini dayandırmalı olmuşdu. Kornilovun qiyamının məqsədi ondan ibarət idi ki, dövlət çevrilişi etmək və Rusiyada hərbi diktatura qurmaq idi. Ancaq xalq kütlələrinin köməyi ilə həmin qiyam yatırılır və 1917-ci ilin sentyabrın 1-də burada gördüyünüz bu Rusiya respublika elan olunur. Nə vaxt respublika elan olundu? 1917 1 sentyabrda. Oktyabr çevrilişi baş verir Rusiyada. Müvəqqəti hökumətin istər daxili siyasətdə, istərsə də xarici siyasətdə bolşeviklərin fəaliyyətinin genişlənməsinə səbəb olur. Və nəticədə bolşeviklər deyir ki, əgər biz hakimiyyətə gəlsək, biz öz hakimiyyəti ələ alsaq özümüz, sizə pulsuz torpaqlar verəcəm, Rusiyanın müharibədən çıxarılmasına kömək edəcəm. Çünki Rusiyanın müharibədə olması ölkəni həqiqi cəhətdən çox pis vəziyyətə salırdı. Deyirlər ki, biz Rusiyanı müharibədən çıxarmalıyıq və kəndlilərə pulsuz torpaqlar verəcəyik. Köhnə kitablarda həm də qeyd olunurdu ki, deyirdilər ki, təhsilə də toxunacaqlar, təhsildə yüksək təhsil falan olacaq. Və oktyabrda bolşeviklər dövlət çevrilişi edirlər və nəticədə öz əllərində alırlar hakimiyyəti, bolşeviklər hakimiyyəti ələ keçirirlər və Rusiyada Sovet hakimiyyəti orqanları, Xalq Komissarlığı Soveti yaradılır və Lenin həmin o Xalq Komissarlığı Sovetinin sədri təyin edilir. Və biz qeyd eləmişdik sizlə ki, 1918-ci ilin mart ayının 3-də Rusiya Brest-Litovsk müqaviləsini imzalayır. Almaniya və Almaniyanın müttəfiqləri ilə, həmçinin də Osmanlı ilə Brest-Litovsk sülhünü imzalayır və Rusiyanı 1-ci Dünya müharibəsindən həmin bu müqavilə sülh çıxarır. Və Antanta dövlətlərinin tərkibində Osmanlı da olduğuna görə Rusiya Osmanlı ilə də həmin müqaviləni imzalamış olur. Və biz qeyd edirik ki, Osmanlıya Qars, Ərdahan, Batum falan geri qaytarılmalı idi. Rusiyada 1918-1920-ci illərdə vətəndaş müharibəsi baş verir. Qırmızılarla ağlar arasında da deyirlər bəzən buna. Yəni bolşeviklərlə ağ qvardiyaçılar
arasında vətəndaş müharibəsi baş verir. Müharibənin səbəblərindən biri ondan ibarət idi ki, mülkədarların öz hakimiyyətlərini və mülklərindən imtina etmirdilər. Və nəticədə xarici dövlətlərin köməyi ilə əvvəllər ağ qvardiyaçılar, yəni ağlar müharibədə daha üstünlük təşkil edir və 2 il həmin müharibəni davam etdirir və bu zaman bolşeviklər əleyhdarlarına qırmızı terrorla cavab verirdilər. Daha sonra Leninin göstərişi ilə 2-ci Nikolay ailə üzvləri ilə birlikdə güllələnir. Və bolşeviklər də həmin vətəndaş müharibəsinin gedişində hərbi kommunizm yaradırlar. Adını burada qeyd etməmişəm, amma danışacağım indi ondan. Hərbi kommunizm yaradırlar. Həmin o hərbi kommunizm siyasəti bolşeviklərin vətəndaş müharibəsində qalib gəlməsinə, qazanmasına kömək eləyir. Və nəticədə 1918-ci ildə bolşeviklər konstitusiya qəbul edirlər. Yəni Rusiya konstitusiya qəbul edir və onların, yəni hərbi kommunizmin həyata keçirdiyi tədbirlər var. Belə ki, bütün istehsal sahələri dövlətin əlində mərkəzləşdirilməli idi. Yəni bütün istehsal sahələrinin üzərinə dövlət nəzarəti qoyulmalı idi və həmçinin də kənd təsərrüfatı məhsullarına sərt vergi qoyulur. Kəndlilərdən ərzaq sapalağı alınmağa başlayırlar. Ərzaq sapalağı nədir? Kəndlidə əgər artıq məhsul varsa, onu aşağı qiymətə kəndlidən məcbur şəkildə alırdılar. Kəndi satmaq istəməsə də dövlət məcbur edir ki, sənin əlində artıq məhsul qalıbsa, sən onu gətirib mənə satmalısan, özü də ucuz qiymətə. Və 1918-ci ildə Rusiyanın qəbul olunmuş konstitusiyasına əsasən Rusiya Sovet Federativ Sosialist Respublikası yaradılır. Bax, bu vaxtacan SSR deyə bilməzsiniz ha. Birazdan deyəcəyik SSR. Hələ SSR demək olmaz. İmtahanda çaşdırırlar sizi ki, SSR. Deməli, burada 1924-cü ildə 1918-ci ildə imzalanan konstitusiyaya görə Rusiya Sovet Federativ Sosialist Respublikası olur. RSFSR elan olunur. Dedik hərbi kommunizm. Bayaq hərbi kommunizm var idi. Artıq hərbi kommunizmdən yeni iqtisadi siyasətə keçirlər. Belə ki, vətəndaş müharibəsindən sonra bolşeviklər daxili siyasətdə tədbirlər həyata keçirirlər və həmin həyata keçirilən tədbirlər narazılıqla qarşılanır. Və iqtisadi siyasi narazılıqları da aradan qaldırmaq məqsədi ilə Sovet hökuməti yeni iqtisadi siyasətə keçir. Yəni YIS, yeni iqtisadi siyasət. Yeni iqtisadi siyasət dövründə həyata keçirilən tədbirlər ondan ibarət idi ki, ərzaq sapalağı, bayaq dediyimiz ərzaq vergisi ilə əvəz olunur. Ərzaq vergisinin də ərzaq sapalağından fərqi ondan ibarət idi ki, kəndli bayaq istehsal etdiyi və artıq qalan məhsulu dövlətə məcbur şəkildə ucuz qiymətə satırdısa, artıq elə bir şey yoxdur. Yəni kəndli hər hansısa bir məhsulu istehsal edibsə və onun artığı varsa, həmin o artığın sahibi olur və onu istədiyi kimi istifadə edə bilir. Yəni məhsulu bazarda satmağa ona icazə verirlər və bu da təbii ki, kəndlinin maddi marağını artırır. Və ticarət sərbəstləşdirilir, yəni azad ticarətə icazə verilir, müştərək müəssisələrin yaradılmasına şərait yaradılır. Ondan sonra vətəndaş müharibəsindən sonra bolşeviklər Sovet Rusiyasının formal müstəqilliyini tədricən əllərindən alırlar və Rusiyada tək partiyalı sistem formalaşır. Kommunist partiyası ölkədə yeganə siyasi qüvvəyə çevrilir. Yəni bolşeviklərin hakimiyyəti ölkədə yeganə siyasi qüvvəyə çevrilir. 1922-ci ilin oktyabr ayının 30-da 1-ci Sovetlər qurultayı keçirilir və həmin qurultayda aşağıdakı dövlətlərdən ibarət SSR yaradılır. Sovet Sosialist Respublikası İttifaqı yaradılır. Bayaq dediyimiz 1918-ci ildə yaradılan Rusiya Sovet Federativ Sosialist Respublikası. Ondan sonra Ukrayna, Belorusiya, bir də Zaqafqaziya. Bunlardan ibarət Zaqafqaziya, Azərbaycan, Gürcüstan, bir də Ermənistan daxil idi. Bunlardan ibarət SSR yaradılır. 1922-ci ilin dekabr ayının 30-da. Burada səhv yazmışam, yox, oktyabr yazmışam, dekabr olmalıdır. Dekabr ayının 30-da. Və desə ki, SSR-nin ilk dəfə konstitusiyasına bax qəbul olunub. Deyəcəksən 1924. 1918 deyə bilməzsən, çünki SSR özü 1922-də yaranıb. 1924-cü ildə SSR-nin ilk konstitusiyası qəbul edilir və bundan sonra artıq xalqlar arasında tarixən yaranan iqtisadi, dini, sosial, mədəni və sair sahədəki qeyri-bərabərlik aradan qaldırılır və milli siyasətin bunlar əsasını təşkil edir.
SSRİ-də sosialistcəsinə yenidən qurmalar da var idi. Belə ki, Lenindən sonra hakimiyyətə Stalin gəlir. 1924-dən 1953-cü ilə kimi hakimiyyətdə olur. Öz hakimiyyəti dövründə bütün hakimiyyəti öz əlində cəmləşdirir və onu biz qəddar hökmdar kimi yadımızda saxlayırıq. Bəzən ona görə də bu dövrə Stalin terroru da deyirlər. Stalin terroru kimi də xarakterizə edirlər. Və Stalinin dövründə YİS-dən imtina edilir və sosialist yenidən qurmalar həyata keçirilir ki, bu da mərhələ-mərhələ həyata keçirilir. İlk öncə sənayeləşdirmə edirlər. Belə ki, YİS 1921-dən 1925-ə kimi olub. Bu. Sənayeləşdirmə isə başlayır 1925-dən etibarən. 1925-dən etibarən başlayır, 1930-cu illərin sonuna qədər davam edir. Və sənayeləşdirmə dövründə Rusiya çox sürətli şəkildə inkişaf edir. O dövrün əsas problemlərindən biri Rusiyanın hələ də aqrar ölkə kimi qalması idi ki, sənayeləşdirmə siyasətinə əsasən milyonlarla insanın ağır əməyi nəticəsində sənayeləşdirməyə əsasən aqrar ölkədən keçir sənaye ölkəsinə, sənayeləşdirmə siyasətinə əsasən. Yəni Rusiyanı hərbi cəhətdən, istər iqtisadi cəhətdən kömək edən siyasət olur. Kollektivləşdirmə siyasəti nədir? Sosialist yenidən qurmanın ən faciəli tədbirlərdən biri də məhz bu kollektivləşdirmə siyasəti idi. 1920-ci ilin əvvəllərindən qismən düzdür başlamışdılar, ancaq onun zorakılıqla və illiklə həyata keçirilməsinə 1929-cu ildən başlayırlar. Və bu siyasətin məqsədi ondan ibarət idi ki, kənd burjuaziyasını, yəni qolçomaqları məhv etmək istəyirdilər və edirlər nəticədə də. Və fərdi kəndli təsərrüfatını ləğv edib inzibati nəzarət altında kolxozlar yaratmaq istəyirdilər. Kollektiv kənd təsərrüfatı kolxoz. Və dövlət kənd təsərrüfatının yaradılmasını nəzərdə tuturdu. Yəni kollektivləşdirmə siyasətinə əsasən kolxozlar və sovxozlar yaradılmalı idi. Kolxoz oldu kollektiv kənd təsərrüfatı, sovxoz oldu dövlət kənd təsərrüfatı. Nəticə etibarilə bu dediyimiz qolçomaqlar məhv edilir və kolxozlarla sovxozlar yaradılmış olur. Kollektivləşdirmə siyasətinə bir çox insanlar qarşı çıxır, minlərlə insan qarşı çıxır, amma onları sürgün edirlər. Urala, Sibirə, Qazaxıstana falan sürgün edirlər. 1932-ci ildə Rusiyada nə olur? 1932-də Rusiyada SSR deyək, SSR-də Sovet vətəndaşlarının pasportlaşması baş verir və pasportlaşma zamanı kolxozçuları falan pasport vermirlər. Bunda da məqsəd olaraq pasport verməmək, bunları yaxşı öyrənin, çünki Azərbaycan tarixində də bu yerlər var, öyrənəcəksiniz orada da. Onlara pasport verməməkdə də əsas məqsəd ondan ibarət ki, onları təhkimli, yəni özlərindən asılı vəziyyətdə saxlamaq istəyirdilər. Əgər kəndli təhkimli vəziyyətdə olacaqsa, yəni pasportu falan olmayan kəndlini yaşadığı yerə təhkim edirdilər ki, sən bu yerdən, bu kənddəsənsə, bu kənddən başqa yerə gedə bilməzsən. Sən buna məcbursan, çünki sənin pasportun yoxdur. Və nəticə etibarilə bu siyasətə görə cəmiyyətin ən hüquqsuz hissəsinə çevrilirlər. SSR-də ümumiyyətlə sosializm quruculuğu terror, kütləvi siyasi repressiyalar şəraitində həyata keçirilirdi. Yəni milyonlarla Sovet vətəndaşı müxtəlif bəhanələrlə həbs edilir, güllələnir və sürgün edilirdi. Ondan sonra 20-ci əsrin 30-cu illərində həmin o repressiyalar şiddətli şəkildə güclənir və həmin dövrlərdə ordu və donanmanın rəhbərliyinin xeyli hissəsi məhv edilmiş olur. 20 milyondan çox insan repressiyalara məruz qalır. 1936-cı ilin dekabr ayında SSR-nin Stalinin dövründə qalib gəlmiş sosializm konstitusiyası qəbul edilir. İkinci dəfə. Birincisi oldu 1924, digəri yox, yenə 24. Həm də SSR-dən danışırıq. 1924, bu da 1936. Ondan sonra gələk xarici siyasətinə. Rusiyanın xarici siyasətinə əsasən 1920-dən söhbət gedir. 20-1930-dan. Deməli, böyük dövlətlərin iqtisadi maraqları onların Sovet Rusiyası ilə əlaqələr qurmağa məcbur edir. Buna görə də 1921-ci ilin sonlarında Avropa ölkələri ilə və həmçinin də Böyük Britaniya ilə, yəni bizim bildiyimiz İngiltərə ilə ticarət müqaviləsi imzalayır.
ticarət müqaviləsi imzaladı. Kimlə? Böyük Britaniya ilə. Və 1922-ci ildə İtaliyada Genuya konfransı keçirilir ki, həmin konfransda Sovet Rusiyasının beynəlxalq səviyyədə təmsil olunmasında mühüm rol oynayır həmin Genuya konfransı. Və konfransda Almaniya ilə Rapallo sazişi də imzalanır ki, Rapallo sazişi ölkənin iqtisadi blokadadan tamamilə çıxmasına şərait yaradır. 20-ci əsrin 20-ci illərində artıq əksər ölkələr tərəfindən Rusiya tanınır. Meksika, Yaponiya tanıyır 20-ci il. Əsrin 20-ci illərində. Kimlər tərəfindən? Dedik ki, Meksika, Yaponiya. Ən gec amma tanıyan ABŞ olur, Amerika. ABŞ tanıyır 1933-cü ildə. Ən gec tanıyan SSR-nin müstəqilliyini Amerika olur. Ondan sonra 1934-cü ildə Millətlər Cəmiyyətinə daxil olur. Bundan qabaq da siz Millətlər Cəmiyyətinə daxil olan ölkələr keçmisiniz və mən sizin üçün onları qeydinizdə qeyd eləmişəm. Dərsdə də soruşacağam. 1934-cü ildə Millətlər Cəmiyyətinə üzv qəbul olunur və bundan sonra baş verən bütün hadisələr baş verir. Çünki bu vaxtacan Stalin öz qüdrətini, gücünü möhkəmləndirmişdi. Çünki onu bundan sonra bir neçə il sonra onsuz da 2-ci Dünya müharibəsi başlayacaq. Millətlər Cəmiyyətinə daxil olması ilə özünü möhkəmləndirmişdi və oradan buradan çıxırdı. Yəni 1930-cu ildə Almaniya, İtaliya, 30-cu illərdə Almaniya, İtaliya və Yaponiyanın təcavüzkar siyasəti həmin o Sovet Rusiyasının SSR ilə Avropada kollektiv təhlükəsizlik sistemi yaradılması təşəbbüsü ilə çıxış etməyə vadar edirlər. 1939-cu ildə Xalxın qol döyüşü baş verir. Kimlə kim arasında? Rusiya ilə Yaponiya arasında. Nəticədə bu dəfə Rusiya qalib gəlir, Yaponiya uzaq şərqdə məğlub olur. Bundan qabaq da Rusiya ilə Yaponiya arasında müqavilələr olub və siz həmin yəni döyüşlər nəticədə müqavilə olub. Uzaq şərqdə olan müharibə təhlükəsini Xalxın qol döyüşü ilə Rusiya zəiflətmiş olur və digər tərəfdən də SSR Polşanın bölüşdürülməsi ilə razılaşaraq 2-ci Dünya müharibəsinin başlamasının səbəbkarlarından biri olur. 1939-cu ildə avqust ayının 23-də Molotov-Ribbentrop paktı imzalanır. Molotov-Ribbentrop paktı imzalanır SSR ilə Almaniya arasında ki, həmin paktda əsasən onlar bir-birlərinə hücum etməyəcəklərdir. Almaniya buradadır, Rusiya da burada. Deyirlər ki, biz bir-birimizə hücum etməyəcəyik, amma orada gizli saziş də var, gizli protokol da var ki, həmin protokola əsasən Polşa bölüşdürülməli idi. Bax, Polşa haradır? Polşa buradır. Molotov-Ribbentrop paktına əsasən Polşa onlar arasında bölüşdürülməli idi. Polşanın qərbi və Litva Almaniyanın nüfuz dairəsi hesab olunurdu. Yəni bu tərəflər Almaniyaya verilməli idi. Bu tərəflər isə Estoniya, Latviya, Finlandiya, Bessarabiya SSR-nin nüfuz dairəsi hesab olunurdu. Bu da oldu sizin üçün Rusiya və yaxud da SSR. Saat neçədir? 02:00.